Hal-hazırda Avropada çıxış edən ən gənc futbolçumuz kimdir? Bizim gənc futbolçumuz, biz Albaniyada çempion oldu. Zami Qəliyevdir, Cəlal, ən gənci Cəlal Hüseyn. Cəlal Hüseyn oldu da səhv etmirəm. Cəlal Hüseynov. Səhv etmirəmsə 3 mövsümdür da artıq. Artıq Ardada oynayır. Hal-hazırda 22 yaşı, 23 yaşı var. Yox, artıq Cəlalda da bir 24-25 var. Artıq 20-21 yaşında gedir. Bəli. İndi bax. Səncə Belarus çempionatı daha maraqlı, daha izlənilən çempionatdır, yoxsa Bolqarıstan çempionatı? Təbii ki, Bolqarıstan çempionatı. Sən heç həyatında Energetik Boğau komanda eşitmisən? İzlədiyim üçün məlumatımda belə də yox. Yox. Bu Energetik bizim Energetik yox, Belarusun Energetiki. Bilirəm. Bax, qardaş, bu Cəlal Hüseynov da futbolçudur, kifayət qədər yaşda çıxış eləyir. Düzdür, neçə mövsümdə artıq. Onlar da burada sabit oynayır. Oynayır. İndi bax, bu adam gedib çıxıb Bolqarıstana inkişaf eləmək üçün, düzdür? Aha. Bu necə olur ki, Energetik Boğau'dan sən futbolçu götürüb aparırsan Fransa Lans klubuna, ödəniş edirlər özdə kluba. Energetik Boğau indi yox da elə bir komanda. Həmən o Kusanovu oradan götürüb aparıblar, skautlar. Yəni hansısa, belə deyim də, heç kimin baxmadığı bir çempionatda. Və mən onun statistikalarına baxmışam orada. Belə möhtəşəm də bir çıxış eləmir, wow da deyil. Yəni, perspektiv görsənir də. Aparırsan bunu Lansda əsas heyət üzv eləyirsən və ondan sonra bir il sonra transfer olunur 40 milyona Manchester City'yə. İndi mən sənə sual verim. Cəlal Hüseynov neynəsin burada? Təbii ki, Cəlal Hüseynovun günahı nədir? Cəlal Vəssalam da ondan legioner həyatı yaşamaq tələb edir. Gedib legioner həyatı yaşayır. Bitti o. Ona görə başqa bir şey danışmağa ehtiyac yoxdur.